Azərbaycan millisi dünənki oyundan sonra, göstərdiyi gözəl oyundan sonra həqiqətən də bəlkə də Azərbaycan xalqı üçün bir ümid yeri. Bəlkə gələcək illərdə Azərbaycan millisini biz Gürcüstan kimi, Türkiyə kimi Avropada dünya çempionatlarının əsas mərhələsində görmə şansımızı bəlkə də dünənki oyundan sonra və inkişafdan sonra daha da ümidlənmişik. Həqiqətən də dünənki oyunda sadəcə hücumçu problemi Azərbaycan millisi üçün çətinliklər yarattı. Hamıya çox bəllidir ki, Azərbaycanın dünənki atakları Ukraynanın ataklarından daha təhlükəli və daha perspektivli oldu. Lakin yenə dediyim kimi komandada bitirici, hücumçu söhbəti həqiqətən sıfır vəziyyətdədir. Çox güman ki, Ayxan Abbasov bu mövqeyə hər hansı bir oyuncunu transferin yaxın günlərdə, transfer deyəndə yəni milliyə çağırılmasını yaxın günlərdə həll edəcək və inşallah ki, həmin oyuncu da Azərbaycan üçün daha uğurlu olacaq. Və plus Qarabağın prezidenti Adıgözəlov uşaq futbol məktəbi inkişaf etdirmək üçün 10 milyon yatırım eləmək istəyir və sahələr istəyir. AFFA da bu işə çox yaxşı cəhətdən yanaşır və ola bilər ki, Qarabağ komandamızın prezidenti gələcək illərdə Azərbaycanda uşaq futbol məktəbinə daha geniş pullar yatırıb Azərbaycan uşaq futbol məktəbinin inkişafı üçün mühüm addımlar atacaq. Bizlər də bir azarkeş kimi həm AFFA'nın, həm Qarabağın və bütün klublarımızın arxasındayıq. Onların hər birinə ümidlər, hər birinə uğurlar arzulayır. İnşallah ki, hər birimizi sevindirir.